bir gələcək dərslərdən. İndi də ana məlumat vermək istəyirəm, onda da qayıdıb məlumat verəcəm. Deməli, bizdə dilimizdə 2 və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşmələri deyilir. Söz birləşmələri dilimizdə 2 formada görə bilərsiniz. Bir, sərbəst söz birləşmələri. Biz bunu 6-cı sinifdə sizindən daha ətraflı keçdik. 1-ci növ, 2-ci növ, 3-cü növ yəqin ki, xatırlayırsınız. Bir də sabit birləşmələr. Sizlə söz birləşmələr 2 dəfə dedik. Sərbəst birləşmələr, bir də sabit birləşmələr. Sərbəst birləşmələr 6-cı sinifin materialında keçmişdi. 1-ci növ, 2-ci növ, 3-cü növ təyini söz birləşmələri, feili birləşmələr, ismi birləşmələr, bunlar sərbəst olanlardır. Amma sabit birləşmələr isə frazeoloji birləşmələrdir. Sabit birləşmələr frazeoloji birləşmələr adlanır. Bunu testlərdə görə bilərsiniz. Məsələn, sabit birləşməni tap. Bir adla da görə bilərsiniz ki, frazeoloji birləşməni tapın. Bu sizi çaşdırmasın. Yəni frazeoloji birləşmənin 2 adı var. Sabit və yaxud da sərbəst sabit və yaxud da frazeolojida belə deyək. Deməli, bu sözlər, frazeoloji birləşmənin tərkibində olan sözlər öz həqiqi mənasından tamamilə uzaqlaşır və qoşulacağı yeni sözlə birlikdə bir məna kəsb edirlər. Bu məna isə məcazi mənada olmalıdır. Məcazi. Deməli, frazeoloji birləşmələrə aid xüsusiyyətlər hansılardır? Yalnız məcazi mənada olur. Dildə hazır şəkildə olur. Yəni, sabit birləşmələrdə adından da göründüyü kimi dildə hazır şəkildədir və sabit birləşmələrdir. Tərəfləri, deməli, tərkibcə dəyişməz. Tərkibcə tərəfləri dəyişmir. Amma biz bunu belə deyək, formaca dəyişə bilər. Necə formaca dəyişmək bilirsiniz nədir? Qrammatik şəkilçi artıra bilərsiniz. Tərkibcə dəyişmir. Testlərdə də düşür. Çaşdırmaq üçün deyirlər frazeoloji birləşmələr tərkibcə dəyişir. Xeyr, tərkibcə dəyişmir, amma formaca dəyişə bilər. Formacaya razıyıq. Tərkibcə isə dəyişmir. Sonra, frazeoloji birləşmələrdə amonimliyi, sinonimliyi və antonimliyi ola bilər. Deməli, frazeoloji birləşmələr anonim, sinonim, antonimi də mütləq frazeoloji olmalıdır. Başqa birləşmələr ola bilməz. Yəni, sərbəstlər ola bilməz. Məsələn, deyirəm ki, dil-dil ötmək, dil-dil ötmək. Yəni, çox danışmaq mənasını verir də. Mən bunu desəm, məsələn, Zəhra, bunun sinonimini tap, Zəhra deyə bilməz çox danışmaq. Xeyr, yanlışdır. Deyə bilər ki, məsələn, dilotu yemək. Sinonimini tapır, dilotu yemək. Yəni, frazeolojinin qarşılığı da frazeoloji olmalıdır. Və yaxud da mən desəm ki, dil-dil ötməyin antonimini tap, Zəhra deyə bilməz ki, danışmamaq. Xeyr, danışmamaq həqiqi mənadadır. Bəli, deməlidir, ağzına su alıb oturmaq. Amonimlikləri var, frazeoloji birləşmələr, işə düşmək, başa vurmaq, can vermək, söz vermək. Bax, bunlar testlərdə də düşür. Üz vermək. Bunlar amonim olan frazeoloji birləşmələrdir. Yazıb atacam sizə qayda şəklində. Əzbərləyərsiniz ki, testlərə düşəndə artıq axtarmayın ki, hansı idi görən. Avtomatik, yəni bu mən atdıqlarım düşəcək də testdə. Məsələn, üz verməyin amonimliyi. Tutalım. Biri var, kiməsə üz verirsən, astar istəyir mənasında. Üz verirsən, astar istəyir mənasında. Bir də var, hər hansısa bir hadisə yarar. Hər hansısa bir hadisə baş vermək mənasına, üz vermək. Həmçinin söz vermək. Bir var, mən söz verirəm ki, sabah səninlə görüşəcəm. Bu mənada söz vermək. Bir də var, məclisdə söz verirlər, məsəl üçün, filan müəllimə. Filan müəlliməyə söz verirlər. Bu artıq bu mənada. Başa vurmaq. Başa vurmaq. Biri var ki, qurtarmaq mənasında hər hansısa bir tapşırığı qurtardım, başa vurdum. Bir də var ki, məsələn, sənə yaxşılıq eləmişəm. Tutalım, mən Kəmaliyə nə vaxtsa filan yaxşılıq eləmişəm. İndi onun başına vururam. Deyirəm ki, mən sənə filan vaxtı filan qaxınc eləmək mənasında da yaxşılıq eləmişdim. Sən də mənə indi bu yaxşılıq elə, bu tipli başa vurmaq. Sonra, bir də uşaqlar, bəzi birləşmələr var ki, onlar həm həqiqi mənada ola bilərlər. Yəni, sərbəst birləşmə şəklində. Həm də frazeoloji birləşmə. Biz onu ancaq cümlə daxilində müəyyənləşdirə bilərik. O həqiqi mənadadır, yoxsa məcazi. Məsələn, elə burada nümunə verir. Yola düşmək. Biri var, top oynayırdı uşaqlar. Yolun qırağında topla oynayırdılar. Top yola düşdü. Bu həqiqi mənadadır da. Bir də var ki, maşın yola düşdü, qatar yola düşdü. Bunlar isə məcazi mənadadır. Biri var, burnunun ucu göynəmək.
Burnunun ucu göynəmək. Burnunun, hə. Biri var soyuqdan burnunun ucu göynür. Bu həqiqi mənadadır. Həqiqətən soyuqda qala bilərsən, bəli. Bir də var darıxmaq mənasında. O artıq məcazi mənadadır. Sonra əl tutmaq. Biri var kimisə əlindən tutmaq mənasında əl tutmaq. Bir də var ki, kiməsə kömək etmək mənasında əl tutmaq. Bu artıq məcazi mənadadır. Yəni bunların hansının məcazi və yaxud da həqiqi mənada olmağını ancaq cümlə daxilində müəyyənləşdirmək mümkündür. Bir də xüsusi qeyd, yadınızda saxlayın. Et, ol, bil. Etmək, olmaq, bilmək feilləri varsa, onlar frazoloji birləşmə sayılmayacaq. Düzdür, istisnaları var. Amma ki, yəni xüsusi olaraq kömək etməkdir, həll etməkdir, dost olmaqdır, oxuya bilməkdir. Bunlar frazoloji birləşmə sayılmır. Testlərdə görsəz, götürməyin, avtomatik üstündən xətt çəkin ki, bu frazoloji birləşmə işlənməyib burada. Amma istisna var, məsələn, üzünə ağ olmaq, ağzı isti yerdə olmaq, ağlı başında olmaq, ağzına yəli etmək. Bu tiplər istisnadır ki, frazoloji birləşmə sayılır. Tərkibində etmək olsa belə. Belə.